Həkimlərin səhv etmək ixtiyarı varmı sizcə? Xeyr, həkimin səhv etmək ixtiyarı yoxdur. Bilərəkdən səhv etmək ixtiyarı yoxdur. Bilməyərəkdən səhv etmək bu mümkün halda. Mümkün halda əlbəttə ki. Səhv edən həkimin linç et mədəniyyəti sizcə bizi hara aparır? Heç bir yaxşı şeyə gətirib çıxarmaz. Əlbəttə bir mənalı şəkildə və həmin insanları həkim haqqında hansısa bir rəy söyləmək birinci növbədə hüququ yoxdur, hüququ yoxdur, ikincisi mənəvi hüququ yoxdur. Hər iki halda axı məsələlər araşdırılmadan, günahkarlar tapılmadan, səbəblər araşdırılmadan qəti rəy vermək ixtiyarı heç kimə verilməyib. Əgər hər hansı bir məhkəmə qərarı yoxdursa, olmaz. Bu məsələn təkcə həkimlərə aid deyil, bütün peşə sahiblərinə də bunu şamilləmək olar. Məsələn, bir yol tikintisində buraxılan səhvlər onda mühəndisləri. Axı hələ mükəmməllik yoxdur dünyada. Hələ mükəmməllik yoxdur. Xəstəliklərin müalicəsində mütləq mükəmməllik yoxdur. Diaqnostikasında mütləq mükəmməllik yoxdur. Elm inkişaf edir. Əlbəttə biz müqayisə eləsək 500 il, 1000 il bundan əvvəlki diaqnostika metodları, müalicə metodları ilə indi biz baxırıq, gülürük. Düzdürmü? Ancaq o dövrün ən belə deyək, modern müalicə üsulları sayılır. Doğrumu? Zaman gələcək, 100 illiklər ötəcək, bu günləri bizim tətbiq etdiyimiz diaqnostik metodlar və yaxud müalicə metodları arxivə göndəriləcək. Bəlkə də gülüş obyektinə çevriləcək. Axı bugün, baxın, bir həkimin fəaliyyətində elmi biliklər əsas istiqamət verici sayılır və hər bir xəstəlik üzrə müəyyən olunmuş, tərtib olunmuş protokollar əsas sayılır, düzdürmü? Həkim belə öz başına qərar vermir ki, düzdürmü? Bax, bu profesional biliklərin əsasında, praktik təcrübəsinin əsasında və bugün dünyada qəbul olunmuş diaqnostika və müalicə protokolları əsasında o fəaliyyət göstərir. Bu hüquqi sənədlər üzərindən gedir o. İndi düşünək ki, o hüquqi sənədlər mükəmməldirmi? Xeyr. Dünyanın heç bir ölkəsində 100%lik nəticə yoxdur axı. Orada belə olsaydı, onda inkişaf eləmiş ölkələrdə ölüm faizi demək olar ki, sıfırlara enərdi. Yox, belə bir şey yoxdur. İndi adətən səhiyyənin inkişaf səviyyəsini nəyə görə müəyyən edirlər? İnsanların yaşama müddətinə, yaşına görə əhali nə qədər çox yaşayır, düzdürmü? İkinci, xəstəliklərin, belə deyək, statistikasına görə, doğrumu? Və ölüm faizinə görə, uşaq ölümünə görə, ana ölümünə görə, belə deyək, avtomobil qəzalarında, fövqəladə hallarda baş verən qəzalarda xəsarət almışların arasında ölüm faizinə görə tibb xidmətinin, belə deyək, fəaliyyəti müəyyən olunur. İndi baxaq görək, inkişaf etmiş ölkələrdə ölüm faizi nə qədər? Və yaxud bizim ölkədə insanlar neçə il yaşayırlar, inkişaf edilmiş ölkələrdə insanlar. Orta hesabla elə böyük bir fərq yoxdur. Böyük fərq 5, maksimum 10 il ola bilir. Bax, bu mənadan əlbəttə ki, hələ ki elm inkişaf edir, hələ ki təqavət inkişaf edir, bizim diaqnostika və müalicədə tətbiq etdiyimiz protokollar da təkmilləşir və bunu biz rəhbər tutaraq fəaliyyətimizi həyata keçiririk.